Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Elhamdülillah. Esselatu vesselamu ala abdihi ve rasulihi Muhammedin ve ala alihi ve sahbihi ve sellem teslimen kethira ve ba'd. En birinci elhamdülillah Allah Teala bize nasip edir onun evinde yığışmağı, ibadet eləməyi, nəsə öyrənməyi və asanlaşdırır bizim üçün özünə yaxınlaşmağı. Çünki Allah Teala sevir insan ona yaxın olanda, xüsusən onun qulu ona yaxınlığa can atanda və nə qədər bacarır. Şək yox ki, insan qafildir, bəzən unudur, bəzən səhvə düşür. Lakin hər dəfə Allah Teala'nı xatırladıqca, yad etdikcə, onun evinə gəldikcə Allah Teala onun qəlbinə rahatlıq verir. Ələ bi zikrillahi tatmainnul qulub. Qəlblər Allahı zikirdən başqa, yəni zikirlə daha doğrusu rahatlaşmazmı? Həqiqətən də insanın qəlbi Allah Teala'nı xatırlamaqla rahatlıq tapır. Və insan dünya ilə məşğul olduqca yorulur. Dünya onu yorur. Nə qədər qazanc gətirsə də, nə qədər onun zinətindən insan istifadə eləsə də, lakin yorucudur. İnsan yorulur. Lakin Allah Teala'nı xatırlamaq və onun evinə gəlmək insanı o narahatçılıqdan rahatçılığa aparır. Bunu yalnız o insanlar bilir ki, onlar məscidə girəndə onu hiss edirlər. Başqa insanlar bunu bilmir. O duyğu, o his onlarda hələ baş verməyib. Ona görə Allah'a həmd olsun ki, Allah Teala bizim üçün rahatlaşdırıb özünə yaxınlaşmağı və bizi özünə yaxınlaşdırır. Salih əməllər bizim üçün asanlaşır, hansı ki, çoxları üçün çətindir. Onlar bunu eləyə bilmirlər və narahatdırlar yaxşı əməl eləməyə və eləyə bilmirlər. Sanki bellərində, sanki kürəklərində, çiyinlərində yük var. Onlar ağır gəlir. Lakin Allah'a iman etmiş, Allah'a inanmış, görürsən necə rahat şəkildə bunu eləyir. Və qıraqdan təəccüblü gəlir. Lakin təəccüblənəsə heç nə yoxdur. Allah Teala hər kəsə rahat edəcəyi, rahat əməl edəcəyi şeyi onun üçün asanlaşdırır. Allah Teala onun üçün rahatlaşdırır. İnsan nəyə meyl edirsə ki, onu rahat eləsin, nəyə can atırsa onu rahat eləsin, Allah onun üçün onu rahatlaşdırır. Ona görə elhamdülillah bugün bizim belə məclislərə, bu və ya bunun mislində olan məclislərə gəlməyimiz bu Allah Teala'nın bizə olan lütfüdür və Allah Teala'nın bizə olan mərhəmətinin əsəridir. Və şək yox ki, bu müqəddimə idi və sonra bil ki, Allah Teala əzəmətli bir xaliqdir və yaradandır, idarə edəndir, öldürəndir, dirildəndir, mülk onundur və hər bir şeyin sonu da ona qaydacaq. Necə ondan başlayıb? Minhu bədəə və ileyhi yəud. Ondan başlayıb və ona da dönəcək. Allah hər şeyi yaradıb və hər şey sonunda ona dönəcək. Və ileyhi turcaun. Ona qaydacaqsınız. Və şək yox ki, indi də və bundan əvvəl də elə insanlar olub, insanları şübhəyə salıblar. Allahın varlığında, Allah Teala'nın kainatı, kövni yaratmasında, Allah Teala barədə insanları şəkkə salıblar. Bunlar ateistlərdir. Ateistlər müxtəlif şübhələrlə müsəlmanlara müdaxilə edirlər. Müsəlmanların toplumuna şübhələr salıblar və bəzi insanlar o şübhələr qarşısında zəif, aciz şəkildə qalır və bəziləri dinində şəkkə düşür. Ona görə istəyərdik ki, bəzi şübhələrlə cavab verək. Və əslən fitrət Allahın dinini, Allahın varlığını ispat edən bir sistemdir insanın içərisində.
Lakin fitrəti dəyişmişlər, fitrəti pozulmuşlar. O qədərdir ki, onlar Allah Taala'nın dininə şək-şübhə salmaq istəyirlər. Bunlardan bəzilərinə cavab vermək istəyirik, hansı ki, ən çox yayılır. Onlardan biri, onlar deyirlər ki, hər şey təsadüfdür. Yəni, kainat təsadüfən yaranıb. Və müsadəfə, təsadüf. Ən birinci, bilmək lazımdır ki, hər bir şeyin qaydası var. Hər bir şeyin usulu var. Hətta fəlsəfə olsa belə, hətta məntiq olsa belə, hətta küfr olsa belə. Görürsən, hansısa bir usul üzərindədir, hansısa bir qayda üzərindədir. Elə belə deyil. Və fəlsəfə əhli də onlar öz fikirlərini, mülhidlər, Allahı inkar edənlər, onlar öz fikirlərini hansısa bir əsaslar üzərində qurublar. Elə belə deyil. Onlar deyiblər ki, bəziləri deyib ki, hər şey təsadüfdür. Lakin təsadüf barədə qayda nədir? Hansı ki, o qayda üzərində, hansı ki, o usul üzərində biz yola çıxmalıyıq. Ən birinci bilmək lazımdır ki, təsadüf heç bir şeyə nizamlı şəkildə vücud verə bilməz. Heç bir şeyə nizamlı şəkildə vücud verə bilməz. Qayda belədir ki, əs-sadfətu lə tucidu şeyən munazzamə. Təsadüf nizamlı şəkildə bir şeyi mövcud eləyə bilməz. Təsadüfən bir şey ola bilər, amma o nizamlı olmaz. Və nizam bir şeyin düzgün şəkildə, tərtibatlı şəkildə və ecazkar bir silsiləli şəkildə davam etməsi və nizam-intizamda heç bir pozuntun olmaması deməkdir. Və onların iddiası ki, dünya və kainat təsadüfən olub, bu qaydaya ziddir. Hansı ki, o qayda üzərində ittifaq eləyib, kəlam əhli, fəlsəfə əhli. Qayda nədir? Təsadüf nizam-intizamlı bir şey düzəltməz. Təsadüfən bir şey olar, dağılar, tökülər və ya düz olar. Amma həmişə təsadüf düz bir şey, nizamlı bir şey, tərtibli bir şey gətirə bilməz ortaya. Və yer üzərində nə qədər məxluqat var. Və qiyas elə bu məxluqatları bu təsadüf üzərində. Batil çıxır təsadüf iddiası. Çünki hər bir şey gözəl şəkildə tərtib olunur. Bu təsadüf deyil. Çünki qayda nədir? Təsadüf nizamlı, intizamlı bir şeyi mövcud edə bilməz. Məsələn, bir misal çəkək, hətta aydın olsun. Məsələn, sən 10 kağız parçası götür əlivə. Yəni, məsələn, 3 santı, 4 santı, 4 bucaqlı kiçik bir kağız parçası götür, 10 dənə. Sonra üstünə yaz 1, 2, yəni birinin üstünə 1, sonra 2, sonra 3, 10 dənə kiçik kağız parçası. Sonra onları qatışdır, tök cibivə və ya tök bir torbanın içinə. Sən nə qədər cəhd eləməlisən ki, nizamlı və tərtibli şəkildə 1, sonra 2, sonra 3, sonra 4, sonra 5, hətta 10-a qədər çıxsın və təsadüfən olsun bu. Mümkün deyil. Dağınıq çıxacaq. 2, sonra 5, sonra 7. Ola bilər çıxsın 1, 2, 3, 4, amma birincidən yox. Yəni təsadüf olmur bu. Yəni o zaman yer, dünya, kainat neçənci cəhddə, neçənci dəfə cəhd eləyəndə belə nizamlı düzəlib. Hələ kainatın özü. Yaxşı, oradakı heyvanlarda olan təsadüf, quşlarda olan təsadüf, insanlarda olan təsadüf, ağaclarda olan təsadüf. Və bu təsadüflərin heç biri ortaya düzgün şəkildə çıxmır. Əslində təsadüf nizamlı və intizamlı bir şeyi yəni mövcud edən bir proses deyil. Mütləq və mütləq
nizamlı ve intizamlı olan bir prosesin mevcudluğu bir varlığa bağlı olmalıdır. O varlık ki alimdir ve hikmetlidir ve ilmi her şeye əhatə edir. Hikməti hər şeyə əhatə edir. Ki bu qədər nizamlı, intizamlıdır. O zaman təsadüf yoxdur, bir varlıq var. Hansı ki o varlıq xəlq edib hər şeyi, yaradıb. Ona görə o iddia ki, hər şey təsadüfən olub, bu iddia batildir. Ne üçün? Çünki təsadüf nizam və intizamlı bir şeyi tərtibli şəkildə ortaya gətirə bilməz. Necə bayaqki çəkdiyimiz misal. Lakin bəzi insanlar elmsizliklərindən, cəhalətindən, bilməməzliklərindən belə insanlara, belə sözlər danışan insanlara qulaq asırlar və onları təsdiqləyirlər. Dünya və kainat təsadüfün neçənci cəhdində yarandı. Yəni təsadüf ola bilməz də tərtibli bir şeyi əmələ gətirsin. Ola da bilər gətirsin. Amma neçənci dəfədə sən cəhd elədin 1, 2, təsadüfən çıxdı ki 1, 2, 3, 4, 5 və ya kağızların misal. Təsadüfən düz çıxdı. Amma neçənci cəhd? Dünya təsadüfən neçənci cəhdə olub? Bu birinci sual. İkinci sual, məxluqatlar içərisində yaradılmışlar. İnsanlar, hətta gördüklərimizdən danışılır. Onlar qeybə inanmırlar, cinlərə falan mələklərə. Səmalar, yer, onun üzərindəkilər, insan, təbiət və s. və axır. Kiçik məxluqatlar hansı ki biz onların bəzilərini görə bilmirik bəzən, bəzilərini görürük. Amma görməməyimizə rağmen deyirik, onlar var. O qədər nizamlı şəkildə yaradılıb ki, biri-birinə mane olur. Bu cür nizamlı və dəqiq şəkildə yaradılış təsadüfün nəticəsi deyil. Bu mütləq və mütləq elm sahibi və hikmət sahibi olan bir varlığın bu işlərin hamısını icad etməsi, yaratması səbəbi nə olub? Yəni Allah, yəni müsəlmanların etiqadına Allah, hər bir halda da bir yaradan. Yəni indi umumən biz isbat edirik ki, birinci, heç nə təsadüf deyil. Allah və ya hansısa bir varlıq yaradıb bu şeyləri. Yəni yaradan var. Heç nə təsadüfən deyil. Çünki təsadüf nizamlı, intizamlı bir şeyi mövcud eləyə bilməz. Təsadüfən bir şey ola bilər, nizamsız, bir dəfə ola bilər, nizamlı, bir dəfə ola bilər, birazı nizamlı, birazı nizamsız. Məsəl üçün, bayaq misal çəkdiyim kağız vərəqədir. Ola bilər 5-ə qədər 1, 2, 3, 4, 5 çıxardasan, sonra çıxardan 8, sonra çıxarsan 6, sonra 9, sonra 10. Nizamlı olmaz. Amma ola bilər 1000 dəfə cəhd eləyəsən, çıxa 1, 2, 3, 4, hətta 10-a kimi. Təsadüfən. Və həmçin həm ağıl qəbul edərmi ki, bütün məxluqatlar təsadüfən yaranıb? Bir təsadüfdən. Və o təsadüfü bir partlayış deyə adlandıranlar da var. Hansı ki, bəziləri ona inanır. Lakin hər bir halda insanın bir yaradan olmasını təsdiqləməsi və o yaradanın Allah olmasını təsdiqləməsi fitrətdən irəli gəlir. Fitrətdən. Allah Teala insanı elə yaradıb ki, insan fitrətən Allahın varlığını qəbul edir. Fitrətən. Allah Teala buyurur ki, Allahın yaratdığı fitrət, hansı ki insanları onun üzərində yaratdı. Bu fitrət nədir? Allahın təkliyini bilmək, Allahı bilmək. Sonra insanlar nələrsə öyrənirlər və hansı öyrəndikləri elmə əsasən azırlar. Biri gedir fəlsəfə öyrənir, biri gedir məntiq öyrənir, biri gedir nə öyrənir və azır. Və başlayır özündə olan fitri elmi inkar eləməyə. Buna ağlı dəlil nədir? Hər bir insan pisliyi etməmişdən qabaq onun pis olduğunu hiss edir. Kəsə pis bir şey edir, o nəsə düzgün eləmir. Ona görə bəzən qaçırsan, görsən qaçır gizlin edir ona.
Yaxşı əməli fitrətəndir ki, açıq-aşkar deyil və qorxmur. Fitrətindəndir ki, burada bir şey yoxdur. Lakin məsələn bir şey oğurlayacaq. Gəlib çıxıb cəmaatın yanında və polis bölməsinin qabağında oğurlamır. Çünki fitrətən bilir ki, insanlar görsə eyibdir bu. Nəsə düz hərəkət eləmir, nəsə düz əməl eləmir. Fitrətən. Ona görə görürsən, bəzən uşaqlar, hansı ki onlar örgədilməyiblər, görürsən bir şey götürəndə belə gizlin edir. Çünki fitrətən bilir ki, nəsə düz eləmir. Nəsə düz eləmir bu. Fitrətən bilir. Ona görə insan ki, o pis şeylərə, pis fikirlərə və pis əmələ düşür, fitrəti içi, hansı ki Allah onu fitrət üzərində yaradıb, onun bir münkər bir şey etdiyini ona xəbər verir. O onu hiss edir. Sonra edir, adiləşir. Bəli, ola bilər. Lakin birinci həmlə, birinci cəhd, birinci addım və orada insana gələn eləmə, səhvdir, bu hissiyat insan fitrətindən xəbər verir. İnsan məsələn bəzən bir şeyin hökmü bilmir, bu doğrudur, səhvdir, halaldır, haramdır, deyir, qəlbimə yatmadı eləmək, eləmədi. Yəni fitrəti ilə bildi ki, eləmək olmaz belə şey. Belə şey demək olmaz, belə şey danışmaq olmaz, belə şey düşünmək olmaz. Lakin insan o qədər fitrətən pozulur ki, yavaş-yavaş elə bir hala gəlib çatır ki, bəzən münkər saydığı əməlləri adi sayır. Və başlayır Allahı inkar eləməyə. Hansı ki, onun inkarı birdən-birə başlamır. İnsan birdən-birə Allahı inkar eləmir. Nələrəsə özünü inandırır, sonra inkar eləməyə başlayır. Nələrəsə özünü məcbur edir, özünü iqna edir ki, buna inan və başlayır tədricən inanmağa və tədricən azmağa. Və bir də baxırsan, görsən, qəribə bir insandır. Öz fitrətinə zidd. Hansı ki, o fitrət üzərində Allah Teala onu yaradıb. Ona görə Allah Teala insanları fitrət üzərində yaradıb. O fitrət ki, onun meyli Allahadır. O fitrət ki, onun meyli Allah Subhanahu Taala'yadır. İnsan kim olur olsun, neçə olur olsun, nə olur olsun, onun içində bir xaliqin, bir yaradanın olması və onun Allah olması barəsində bir elm var insanın fitrətində içində. Lakin bəziləri ki, məndə yoxdur, yalan deyir. Onda var, lakin o onu artıq, o hissi, o duyğunu, o elmi, o fitrəti öz yalanları ilə bastırıb. Lakin o yalanlarını qaldırsa görək ki, orada bir iman var. Orada bir inanc var. Orada bir Rəbb var. Lakin örgəndikləri o azğın elmlərlə özlərini zəlalətə salıblar. Və nə üçün insanlar düşüblər belə fikirlərə? Ateist və ya deist və s. və s. Bunların əsas səbəbi təkəbbürlü və inadlandır. Təkəbbürlü və inada görədir. Və bəziləri də azadlıq istəyir. Yəni azadlıq nə mənada? Mənə əmr qadağa olunmasın. Nə əmr olunsun, nə qadağa. Yəni şəriət əmrlər və qadağalar üzərində qalxır. Elə bir insan yoxdur ki, azad olsun. Elə bir insan yoxdur ki, azad olsun. Nəyəsə tabi. İnsan tabi olaraq yaradılıb. Tabi olunaraq yaradmayıb. Allah Teala onu. Ki, müstəqil ham ona tabi olsun. İnsan tabidir nəyəsə. Kimsə kiməsə, kimsə kiməsə, kimsə kiməsə, kimsə kiməsə. Ona görə insanın müstəqillik iddia eləməsi, xüsusən də ağlanan bu xata bir rəydir, xata bir fikirdir. İnsan ağlı müstəqil olsaydı, haqqı batildən, düzü səhvdən, batili haqdan ayırmağa, o zaman heç vaxt yanlış eləməzdi. Çünki ağlı var da. Əgər ağıl inkişaf eləyirsə, nəsə örgənəndə, nəsə biləndə inkişaf eləyir. Deməli, insan müstəqil deyildi ağlı. Nəyəsə ehtiyacı var, hansısa bir hadisə olsun, oradan ibrət götürsün. Deməli, ağıl tabidir. Tabi edən deyil. Amma vəhiy, kitab və sünnət tabi olunan şeydir, tabi olan şey deyil. Ona görə ağıllar tabidir.
Allahın nazil etdiyinə. Allahın nazil etdiyi ağıllara tabe deyil. Onların da azma səbəbləri nədir? Onlar deyirlər, mənim ağlıma uyğun gəlmir, mənim ağlıma uyğun gəlmir, mənim ağlıma uyğun gəlmir. Yəni, hərənin də bir ağlı var. Ona görə deyiblər ki, bəziləri hər şey təsadüfdür. Və biz qeyd elədik ki, qayda budur ki, təsadüf olan bir şey nizamlı və tərtibli şey icad edə bilməz. Bəli, bir şey təsadüf ola bilər, amma təsadüfən qeyri-münazzam, nizamsız olacaq. Ola bilməz, hər şey təsadüfən nizamla olsun. Ola bilməz. Bayaq da misal çəkdi ki, insan 10 dənə kağız parçası götürsə, hər üstünə 1, 2, 3, 4, 5, 6, 7, 10-a qədər yazsa, sonra onları qarışdırıb cibinə atsa, görəsən neçənci təsadüfdə birdən ona kimi çıxardacaq. Allah bilir, bəlkə çıxardamadı. Və təsadüf ola bilər, yarısı nizamlı olsun, yarısı yox. Məsələn, 5-ə kimi çıxarsın, 1, 2, 3, 4, 5, 5-dən o tərəfə qarışsın, 8 çıxsın, sonra 6 çıxsın, sonra 9, sonra 10. Məsələn, sonra da 7. Ola da bilər ki, birdən ona kimi çıxsın. Amma nə vaxt? Ona görə sual verilir ki, dünya neçənci cəhd təsadüfdə yaranıb? Yəni, neçənci dəfə, neçə təsadüfdən sonra yaranıb? Çünki hər bir şey nizamlıdır burada. Təsadüf də nizamsız şeylərdir. Ona görə sonra sual veririk ki, dünya içərisində olan bütün məxluqatlar, dağlar, çaylar, dənizlər, bu əzəmətli nizamla neçənci təsadüfdə yaranıb? Bunlar hamısı dəlildir ki, təsadüf deyil bunlar. Çünki təsadüf nizamlı şəkildə və tərtibli şəkildə bir şeyi icad edə bilməz. Və sonra deyirlər ki, dünya partlayış nəticəsində dünyaya gəlir. Yəni, bir şey partlayıb, ondan dünyaya gəlir. Ən birinci, bu elm haradadır sizdə? Elm haradadır ki, harada göstərilir ki, kim xəbər verib ki, partlayışdan yaradılış olub. Biz demirik, partlayışdan yaradılış ola bilməz. Bizim etiqadımız, bizim əqidəmiz, Allah Teala bizə nə xəbər verib odur öz kitabında və bizə yaradılışın necə olduğunu, necə yaratdığını falan xəbər verib. Və partlayışdan olduğunu xəbər verməyib açıq şəkildə, aydın şəkildə. Siz iddia edirsiniz ki, bu cür olsun, lakin nədir əlinizdə elmi sübut? Nədir əlinizdə kitabdan dəlil? Hansı ki, özünüz iddia etdiyiniz dəlillərlə və özünüz iddia etdiyiniz üslublarla, hansı ki, müsəlmanlara ilə yanaşırsınız. Falan şey, sübut elə ki, görmüşəm, sübut elə ki, nə bilim nə, sübut elə ki, nə bilim. Sən də sübut elə. Mənim sənə inanmağım ki, sən Allah bilir, yalancısan yoxsa doğrucu. Allah bilir, sən sadiqsən yoxsa yalancı. Sənə inanmağımdansa ki, və ya bu fikir sahibi olan hansısa bir elm adamına, istər İslamda, istər qeyri-İslamda olan, təbii ki, bu fikirdə olan İslamda olmur, yəni hansısa əvvəl İslam alimi olub, sonra çıxıb dindən olub kafir və ya Allah'ı inkar edən və ya əslən kafir olan alimlərdən hansı biri elmi bir sübut, hansı ki, onlar bizdən o cür tələb edirlər. Məsələn, bəzilərdir ki, Peyğəmbərin miraca getməyini göstər, sübut elə. Və ya məsəl üçün, filan şeyi sübut elə, cənnəti sübut elə, odu sübut elə. Sən də sübut elə, göstər. Mənim, sənin kimi, Allah bilir yalancısan, doğrucusan, düzsən, səhvsən, sənə inanmağımdandısa, müsəlmanlı kafirli, sadiq insan olunmağında ittifaq olunmuş Peyğəmbər sallallahu aleyhi ve sellemə inanmağım daha yaxşıdır. Yəni, ağılla götürəndə, məntiqlə, sən Allah bilir, yalancısan, doğrucusan, haqsan yoxsa batılsan. Amma Peyğəmbər sallallahu aleyhi ve sellem onun sadiq insan, doğru insan olması hətta kafirlər tərəfindən belə təsdiq olunur. İman etməyənlər tərəfindən belə ispat olunur. Yəni, onun sözünün sadiqliyi sənin sözünün sadiqliyindən üstün mərtəbədədir. Və mənim ağlım, hansı ki, sən o ağla insanı çağırırsan, mənim ağlım deyir ki, onda Peyğəmbər sallallahu aleyhi ve sellem götür, Muhammədi götür, sallallahu aleyhi ve sellem.
Sonra Quran-ı Kərim xəbər verib bizə. Xəbər verib bizə yaradılış barədə. Yəni yaratmışam Allah Teala bu göyləri və yerləri, səmaları, onların arasındakiləri falan falan xəbər verib. Elə bir kitabınız varmı ki, xəbər verib sizə o barədə? Və o kitab o partlayışı edən tərəfindən sizə gətirilib. Bizdə, müsəlmanlarda yaradılışı edən Allah kitab göndərib. Əksinə kitablar göndərib, peyğəmbərlər göndərib və bəyan edib. Sizdə varmı elə bir şey? Yəni o partlayışı edəni tanımırlar heç bunlar. Bu onlarda xaliqdir, yəni yaradandır. Nədir onun kitabı? Nədir onun dini? Nədir onun insanlara əmri? Yaratdı insanları, razılaşdıq. Nə əmr etdi onlara? Nə qadağa etdi onlara? Nəyi düz, nəyi xata, nəyi yanlış olmasını necə bəyan elədi onlara? Yəni hardan götürdülər onları? Təbii ki, heç bir isbatı olmayan bir iddiadır. Ona görə ən asas şey iddia eləməkdir. Hansı ki, o iddianın isbatı yox. Həyatda ən asas şeydir. Ən asas şey bir şey eləyəsən, amma sənə deyən olmuyor ki, onu elə. Məsələn, deyəsən ki, mən buradan 10 saniyəyə, məsələn, Comalonqo dolarım. Comalonqo zirvəsində, Himalay dağında. Yaxşı iddiadır. Amma ola bilməz. Amma deyərsən ki, məsələn, mən yerimdən 1 metr tullana bilərəm, yəni hoppanma hərəkət edə bilərəm, ola hoppanır. İddia edərsən, əməl edir. Amma mən 9 metr hoppanaram yerimdən, hoppa, kenguru sənsən. Yəni, iddia eləmək asandır, lakin isbat, onu isbat eləmək, onu təsdiqləmək çətindir. Biz əlhamdülillah isbat edirik. Biz deyirik ki, bizim yaradanımız bizə kitab göndərib, bəli göndərib, xəbər verib, necə yaradıb, nətərə yaradıb, niyə yaradıb, nə qanun qoyub, nə. Sənə görə xatakarıq, amma bizim kitabımız var, sənin kitabın nədir? O kitab dəyişilməyib. İkinci şərtimiz, birinci kitab gətirir, ikinci dəyişilməsin. Dəyişilməsin. Qanunlar dəyişilməsin. Yəni, hansısa bir alim gəlib, yeni icad edib deməsin ki, Nobel mükafatını mənə verin. O səhv yazın. Elə olmaz. Bir olsun və hər ana, hər dəqiqəyə, hər zamana, hər cəmiyyətə, hər insana uyğun olsun. Gətirin belə bir şey. Həmçinin xəbər versin. Və həmçinin yəni biz tərəfdə olan iddia Quran-ı Kərimi misli olaraq bir kitab gətirsinlər. Quran-ı Kərimi misli olaraq bir kitab gətirsinlər. Məsələn, düşünürlər ki, bu Qurana bərabərdir. Bu Quran kimidir. Bu da hansısa bir xaliq tərəfindən nazil olub. Gətirsinlər. Sənə deyil mi? Görərsən ki, yoxdur. Ona görə bu cür iddia eləmək, yəni partlayışdan və ya təsadüfən, bunlar hamısı batildir. Və ya iddialardan biri təbiət yaradıb. Təbiətdən yaranmışıq və ya təbiət yaradıb. Ən birinci, ağılla yanaşanda təbiət yarada bilməz. Hətta ağılla. Niyə? Çünki təbiətin ağlı yoxdur. Yəni, bizə görə təbiətin ağlı yoxdur. Yəni, təbiət, aleykümselam, təbiət elə şeylər, əgər təbiət yaradandırsa, təbiət elə şeylər yaradıb ki, ona ziyandır. Ona zərər verir. Və zərər verə bilir. Və zərər verə bilir. Məsələn, təbiət yaradıb hansısa bir dənə bir şey, bir ağac və elə şey də yaradıb ki, ona zərər verir. Təbiət yaradıbsa, onda təbiətə zərər verməməlidir. Ola bilər zərər vermək istəsin, amma zərər verməməlidir. Məsəl üçün, Allah hər şey yaradıb və Allah Taala'nı inkar eləmək istəyənlər var, Allah Taala'nı dinini söndürmək istəyənlər var. Amma eləyə bilmirlər işte. Məsələn, iblisi də Allah yaradıb.
Allaha zərər verə bilmir. Məsələn, insan pislik eləyir. Allaha zərər vermir, insan özünə zərər verir. Məsələn, gedir, quruşanır pis şeylərə, içir, çəkir, ölür. Xəstəlik tapır. Nə bilim, Allaha zərər vermiş, Allah həmişə var idi, indi də var və olacaq. Amma təbiət yaradır və özünə zərər verən şeyləri də yaradır. Bu ağılla düzgün deyil. Aydındır, o yaradandırsa ona zərər verməməlidir. Və aqlən isbat olunur ki, təbiət, yəni ağılla, məntiqlə təbiət yarada bilməz. Yəni, əgər təbiət yaradıbsa, nə üçün özünə zərər verən şeylər edir? Məsəl üçün, daşqınlar olur, dağıdır hansısa bir yeri, təbiəti. Çünki təbiət eləyir axırıcı. Dünyada, yerdə və göydə və bizim bildiyimiz və bilmədiyimiz yerlərdə heç bir hadisə Allaha zərər verə bilməz. Heç bir hadisə. Çünki Allah hamısını yaradandır. Amma sizin yanaşmanızla, baxışınızla təbiət yaradıb. Amma yaradıb həm də özünə zərər verir. Belə ilah olmaz, belə xaliq olmaz. Ağılla. Və necə təbiət yarada bilər, onun ağlı yoxdur. Və yaratdığı şeylərin bəzilərini özünə zidd olaraq yaradır. Özünə zidd, yəni zərər verən. Özünə zidd, yəni zərər verə bilən. Bəli, Allah Taala'nın yaratdıqları məxluqat içərisində Allah Taala'ya əks gələnlər var, lakin Allah zərər verə bilmir. Məsələn, İblis dedi ki, fəbi-izzətikə, and olsun sənə izzətivə. Allaha təzim edir. Baxma ki, Allaha zidd ki, Allaha təzim edir. Çünki Allah onun xaliqidir, onu Allah yaradır. Ona görə, o bilir onu. Allah Taala'nın xaliq olması, Allahu xaliqu kulli şey. Allah hər bir şeyin xaliqidir. Və yaratdığı heç bir şey Allaha zərər verə bilməz. Demir, ya zərər vermək istəməz. Zərər verə bilməz. Amma təbiət ona zərər verən nə qədər şeylər var. Hələ insanlar gelib dağıdırlar, qırırlar. Aydındır? Və həmçinin hanı təbiətin insanlara göndərdiyi kitab, hanı insanlara öyrətdiyi elm? Təbiət bizə nə öyrədir? Hansı elm öyrədir? Məsələn, təbiət bizə nə elm? Əksinə, elm təbiəti öyrənir. Əksinə, elm təbiəti öyrənir. Elm təbiəti kəşf edir, baxır. Təbiət nəsə yaratmır və nəsə öyrətmir. Amma Allah Teala qullarını öyrədir. Hər an, hər dəqiqə, hər saniyə. Onun elminin bir əsli var, o kitablardır. O lövh-u məhfuzda. Və olan hadisələr var, hər hadisədən insan öyrənir. Ona görə demək ki, təbiət yaradıb, batildir bu. Təbiət özü yaradılıb, amma yaratmıyor. Yaradan Allahdır, xaliq. Sonra, onların üçüncü və ya dördüncü şübhəsi, onlar deyirlər ki, Allah'ı kim yaradı? Yəni, məsələn, deyirsən, səmaları kim yaradı? Deyirsən, Allah. Deyirsən, bəs yerləri, deyirsən, Allah. Deyirlər, məsələn, bəs səni kim yaradı? Deyirsən, Allah. Deyir, bəs Allah'ı kim yaradı? Və bəzi müsəlmanlar burada tutqunur, susqunluğa məruz qalır. Nədir bunun cavabı? Ən birinci sual xatadır. Hər sual soruşulmaz. Allah'ı kim yaradıb? Aydındır. Ən birinci sual. Allah müsəlmanlara görə xaliqdir. Yəni, sən mənə, mənim belə deyək də, yəni mənim iman etdiyim yerdən deyil, mənim iman etmədiyim yerdən sən məni vurmalısan, yəni mənə cavab verməlisən. Yəni mənim xaliq saydığımı sən necə deyə bilərsən ki, onu kim yaradıb? Yəni, nə deməkdir? Hər bir yaradılan şey, hər bir mövcud olan şey, mütləq onu icad edən şey var. Aydındır, hər bir mövcud olan bir şeyin onun icad edəni var. Və bizə görə Allah icad edilən yox, icad edəndir. Yəni, xaliqdir.
soruşmaq olmaz xaliqi kim xəlq edib. Nə üçün? Çünki qaydaya ziddi. Hər bir icad olan şeyin icad edəni var. Hər bir icad olunan şeyin, hər bir mövcudun ona vücud verəni var. Bizə görə o əvvəl vücud verən hər şey Allahdır. O xaliqdir bizə görə. Soruşmaq olmaz xaliqi kim icad edib. Çünki o bizə görə icad olunan deyil axı. Bizə görə hər bir icad olmanın icadı var ondan qabaq. Amma özü xaliq olana sual vermək olmaz ona. Yəni məsələn, sən girirsən çörəkçinin yanına. Deyirsən, bu çörəyi kim düzəldib? Bu çörəyi kim yoğurub? Kim bişirib? Deyir, mən. O bişirəndir. Sən sualın xata deyirsən, bəs sən kim bişirib? Çünki o bişirilən deyil axı. Aydındır? O bişirilən deyil. Allah yaradılan deyil axı. Deyəsən ki, Allahı kim yaradı? Aydındır? Yəni, o deyəcək ki, mən Allahın yaradan olmasına inanmıram. Mən inanıram. Sən mənim yaradan inandığıma necə deyə bilərsən ki, bəs onu kim yaradı? Mənə görə o yaradandır. Sən gətir ki, Allah yaradan deyil. O bayaqki şübhələrimi gətirəsən, təsadüf və ya partlayış və ya təbiət və biz onları cavab verdik. Ona görə sual xatadır. Həmçinin demək ki, hər şeyin yaradanı var. Bu xatadır. Hər bir mövcud olan şeyin, bu doğrudur. Hər bir mövcud olan şeyin icad edəni var. Mənə görə o mövcud olan hər bir şeyi icad edən Allah Subhanahu taala'dır. Və sənin mənə sualın xatadır ki, onu kim icad edib? Mənə görə o icad edəndir. Sən məndən soruş, məsələn, bu saatı kim düzəldib, deyim, məsələn, bu saatsız. Yəni, çünki bu da düzələndi, o da yəni məxluqlar. Bəli, sən mənə hansı məxluqu soruşsan ki, bunu kim düzəldib, mən sənə deyəcəm. Amma sən mənə desən ki, Allahı kim düzəldib, Allahı kim yaradıb, mənə görə o yaradandır. Yəni, qayda nədir? Hər bir yaradılan, mövcud olan şeyin mövcud edəni var. Allah mənə görə mövcud, yəni icad olunan şey deyil ki, o icad edəndir. Ona görə mənə verdiyin sual xatadır. Ona görə onların hərdən gəlib müsəlmanlara deməsi ki, Allahı kim yaradıb? Xata sualdır. Və sualın, belə suallar cavab verilmir. Belə suallar düzəldirilir. Belə sual vermək olmaz. Yəni, məsələn, mən sənə sual verirəm. Tutaq ki, məsələn, bir qaba bir ət qoyuruq və bir də torpaq qoyuruq, məsəl üçün. Və ya, məsəl üçün, bir iğrənci bir şey qoyuruq, məsəl üçün, nəcasət, nəsə bir şey qoyuruq. Çıxırıq, gəlib, görür, yoxdur olar. Məsələn, mən sənə deyirəm ki, bu ətlə bu nəcisi kim yeyib? Təbii ki, nəcis yeyilməz. Yəni, o verilməz o sual. Bu əti kim yeyib? Olar. Bu sual olmaz. Məsələn, deyirsən ki, məsəl üçün, dostum, təbii ki, bu suallar olmaz. Sadəcə mən demək istəyirəm ki, bəzi suallar vermək olmaz. Yəni, məsələn, mən deyim ki, sənin dostun getdi doğum evinə. Oğlan dünyaya gətirdi, yoxsa qız? Belə sual vermək olmaz. Nə üçün sual vermək olmaz? Çünki kişi dünyaya gətirmir övlad. O qadının işidir. Xaliqə soruşmaq olmaz. Onu kim yaradıb? Aydındır. Çünki o özü xaliqdir. Onun Allah Taala'nın xaliq olması, onu xəlq edənin olmaması deməkdir. Çünki o özü xaliqdir. Yaxşı. Bunun əvvəli, sonu nə qədərdir? Allah bilir. Allah Teala buyurur ki, huvəl əvvəl. O əvvəldir. Və huvəl əvvəl vəl-əxir vəl-zahir vəl-batin və huvə bi kulli şeyin alim. Allah əvvəldir. Əvvəl nədir? Yəni, ən birinci. Ən birinci nə deməkdir? Ondan o tərəfə yoxdur. Yəni, ondan əvvəl yoxdur. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, Allahümmə entəl əvvəl. Allahım, sən əvvəlsən. Leysə qabləkə şey. Səndən qabağa heç nə yox. Məsələn, mən deyirəm ki, mən birinciyəm. Yəni, məndən qabaq heç kim yoxdur. Yəni, daxil olsan birinci mən daxil olsun.
Və huvel-axir, o sonuncudur, axırdır. Yəni nə deməkdir? Ondan sonra heç nə yoxdur. Və huvel-əvvəl vəl-axir vəl-zahir, zahirdir, leysə fəvqəhu şey. Onun üzərində heç nə yoxdur. Və huvel-batin, o gizlindir, batindir, leysə dunəhu şey. Ondan gizlin yoxdur. Və huve bi kulli şeyin alim, o hər şeyi bilir. Yaxşı. Allah Subhanahu taala hər şeyi yaradır. Birinci o yaradıb, birinci o yaradıb. Və bu yaradılışın əvvəli hara gedir, çıxır? Allah bilir. Yəni, məsələn, sən soruşsan, qələmi kim yaradır? Məsəl üçün, filanı kim yaradır? Allah'a kim yaradır? Tutaq ki, dedi ki, bir dənə cavab verdik. Tutaq ki, sənin məntiqinlə, ey fəlsəfəçi, ey inkarçı. Dedi ki, Allah'a, məsəl üçün, filan şey yaradıb. Bəs onu kim yaradıb? Belə silsiləli şəkildə sonsuzluğa gedəcək. Və bu o deməkdir ki, xaliq yoxdur. Birinci xaliq yoxdur. Çünki geri tapa bilmirsən. Həmçə batildir. Bu silsilə batildir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm bunu ilac olaraq bəyan edir. Deyib, sizlərdən birinə şeytan vəsvəsə edib deyəcək ki, filan şeyi nə yaradır? Və kim yaradır? Deyəsən, Allah. Bəs filan şey deyəsən, Allah. Deyəcək, bəs Allah'ı kim yaradır? Bu şeytanın sualıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Allah'a və Rasuluna iman etdim. Allah'a sığın və deyir ki, Allah'a və Rasuluna iman etdim və bitir. Yəni, bitir. Yəni, bu fikri saxla, bitir. Niyə görə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, bu fikri bitir? Çünki fikrin sonu yoxdur. Bu birisi nəyə bənzər? Elə ki, bir tunelə girirsən, deyirsən ki, inşallah biraz da yem çıxacam. Biraz da yem çıxacam. Çıxanmasan, ana tunele gelsin. O tunel sonsuzluqdur. Yoxdur ona çıxacaq. Yəni, bu silsilə sonsuzluğa doğru davam edir. Hər şeyin xaliqi, hər şeyin xaliqi, hər şeyin xaliqi, hər şeyin xaliqi. Əksinə, hər şeyin xaliqi Allah Subhanahu taala. Vəl-əvvəlu, vəl-axir, vəl-zahir, vəl-batin və huve bi kulli şeyin alim. Və həmçinin desək ki, filan şey yaradır, filan şey. Ona görə o zaman ortaya çıxır ki, nə qədər yaradan var? Nə qədər yaradan var? Və həmçinin ortaya çıxır ki, yaradılan yoxdur, hamısı yaradandır. Çünki bunu bu yaradıb, bu da bunu yaradıb, bu da bunu yaradıb. Hər kəs öz həddi zatında həm yaradandır, həm yaradılandır. Həm yaradandır, həm yaradılandır. Bu da batildir. Bu da batildir. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allah'a və Rasuluna iman etdim və Allah'a sığın, şeytandan bitir, yəni bu fikri bitir. Bu fikrin ardınca gelmək şeytanıdır. Ona görə bəzi şübhələr hansı ki gətirilirdi, çalışdıq onlara müxtəsər və bəzi əqli dəlillərlə cavab verək. Yoxsa Allahın kitabı bizim üçün bəsdir və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəti bizim üçün yetərlidir. Lakin eyb etməz bəzi məsələlərin izahı üçün. Allah Teala işlənlər üçün fayda versin. Və qul mə təsməun, thumma estəğfirullah li və lekum və lisa'iril muslimin min kulli dəm və təstəğfiruh, innehu vel-gafurur rahim.